Müəllim, bu uzatma videosundakı kommentlərdə gördün, mırtdaşırdı mı səndən? Gördüm mən. Bilirsən nəyə görə mırtdaşırdılar mənə? Çünki həmin o şəxslər hamısı savadsızdırlar. Giz-giz işlərlə məşğuldurlar. Faydalı məlumat verənləri görəndə də başlayırlar olan pisinə gedir ki, burada gülməli, əyləncəli heç nə yoxdur. Müəllim, siz faydasını görmüsünüz bunların? Mən faydasını görmüşəm, nəyə görə izah edirəm. Bax, hal-hazırda mən videoda bəlkə də 1.55 düşürəm. Amma mənim boyum 1.81-dir və mən həmin o göstərdiyim hərəkətləri eləməyə başlayanda, daha doğrusu başlamadan öncə mənim boyum 1.63 idi. İndi hal-hazırda 1.81-əm. Aydın oldu. Eybi yox, gəl biz onları boş verək. Ümid edirəm ki, aralarında savadlısı və faydalı məlumatlardan faydalananlar var. Onlar üçün əlavə 3 dənə də boy uzatma məşqi göstərək. Birinci hərəkətimiz budur ki, bu vəziyyətdə qalırıq, başlayırıq bax, ayaqlarımızla sanki velosiped sürməyə bu vəziyyətdə. Bu birinci hərəkətimiz. İkinci hərəkətimiz bədənimizi yanlara veririk. Bax, bu vəziyyətdə. Üçüncü hərəkətimiz isə qaldırırıq, ayağımızı itəliyirik yerə. Qaldırırıq, ayağımızı itəliyirik yerə. Aydın oldu. Aydın. Bu hərəkətləri elə. Sənin boyun neçədir? 77. 77. Yaşın neçədir? 25. 25. Başın baxıcı 25-də bitib hər şey.